Ştatların vitse-prezidenti Joe Biden'in Ankara'ya səfər ərəfəsində Türkiyə ilə Suriya sərhədində yerləşən Kobani uğrunda gedən döyüşlər yenə də diqqət mərkəzinə gəlib. Suriyanın Kobani şəhərində yerli Kürdlərlə IŞİD silahları arasında yaranan qarşıdurmalar davam edir. Toqquşmalar Türkiyənin Şanlıurfa vilayətində də müşahidə olunub. Atışmalar zamanı 2 Kürd əskərinin vurulması anı kameralara düşüb. Əskərlərdən biri ölüb, digəri isə ağır yaralanıb. Kürd mövqelərini top ateşinə tutan IŞİD Suriyada 2 qaz yatağını ələ keçirib. Zəbt etdiyi ərazilərə bayrağını asan IŞİD xeyli sayda silah və avtomobil doğrayıb. Fransanın Xarici İşlər Naziri beynəlxalq ictimaiyyətin diqqətini Kobanidən ayıraraq Suriyanın digər şəhərlərinə yönəltməyi təklif edib. Çünki hazırda IŞİD təhlükəsi Hələb şəhərinin üzərində dolaşır. Bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da Fransalı həmkarı François Hollandla görüşü zamanı bütün dünyanın fikrinin Kobanidə olduğunu, lakin Suriyanın probleminin təkcə bu şəhərlə bitmədiyini demişdi.